Keçəliyin psixoloji gücü. Almaniyada bir neçə kişi saç tökülməsi ilə mübarizədə qərar qəbul edib, saçlarını tam qırxır. Aparılan müşahidələr və fərdi təcrübələr göstərir ki, tökülən saçlarla mübarizə aparmaqdansa onları tamamilə qırxmaq nəzarət və özünə inam mənbəyinə çevrilir. Saçlarını itirməyə başlayan şəxslər illərlə bu reallıqla barışmayıb. Kimisi seyrəlmiş hissələri gizlətmək üçün fərqli darama üsullarına əl atır, kimisi isə seyrək saçlarını papaqla gizlədir. Uzun saçları öz şəxsiyyətinin bir hissəsi hesab edənlər üçün bu proses daha ağrılı keçir. Onlar bahalı transplantasiya və dərman preparatlarına müraciət etsələr də çox vaxt nəticə müvəqqəti olur. Hər səhər güzgüdə yeni tökülmə izi axtarmaq daimi stress və narahatlıq mənbəyinə çevrilir. Dermatoloqlar və psixoloqlar qeyd edib ki, kişilərin əksəriyyəti 50 yaşına qədər ciddi saç seyrəlməsi ilə üzləşir. Təcrübələr göstərib ki, keçərliyi qəbul etmək qərarı insana illərdir itirdiyi psixoloji rahatlığı geri qaytarır. Saçlarını qırxan şəxslər qeyd edir ki, hətta ən gür saçları olduğu vaxtda belə bu addımdan sonrakı qədər özlərinə əmin olmayıb. Unutmayın, insanı yoran saçın yoxluğu deyil, onu itirmək qorxusudur.